Təsəvvür edin, heyvan kəsmədən real ət əldə edirsən. Bütün proses cəmi bir neçə bioloji addımdan ibarətdir. Əvvəlcə heyvandan çox kiçik bir toxuma nümunəsi götürülür. Bu toxumadakı xüsusi kök hüceyrələr seçilir. Onlar təbiətdə əzələ zədələnəndə həmin əzələni bərpa edən hüceyrələrdir. Bu hüceyrələr qida dolu bir mühitə yerləşdirilir. Amin turşuları, şəkərlər, vitaminlər, minerallar, yəni bədəndə aldıqları qidanın laboratoriya versiyası. Bir neçə gün sonra hüceyrələr çoxalır və əzələ liflərinə bənzər nazik borular, miotublar əmələ gətirir. Daha sonra bu liflər xüsusi yeməli skeletə, kollagen və ya bitki mənşəli biopolimerə yerləşdirilir ki, düzgün formada uzana bilsinlər. Təbii əzələdə olduğu kimi, laboratoriyada da hüceyrələr məşq etdirilir. Onlara zəif elektrik impulsları və mexaniki dartılma prosesi tətbiq edilir. Bu liflərin daha güclü və real ətə bənzər olmasını təmin edir. Dadın yaranması üçün son mərhələdə pi hüceyrələri əlavə olunur. Çünki ətin əsl dadı məhz pidə güclüdür. Nəticədə heyvan kəsmədən, ancaq real əzələ toxumasının biologiyasına tam uyğun şəkildə yetişdirilmiş ət artıq hazırdır. Gələcəyin qidası məhz belə görünür.